Sadəcə ağlı insanlar bu nədir? Əvvəllər üzümü 72% sabunla yuyurdum. Dərim qızarırdı, quruyurdu. Amma indi Fərdə xanımın yanına gəlirəm, onun verdiyi tapşırıqlara əməl edirəm və səpkilərdən azad oluram. Baxım məhsullarına tuturlar, amma heç bir effekt olmur, dayda artır. Mən əvvəl hidrofil yağı istifadə edirdim və komedonlarıma, səpkilərimə mənfi təsir göstərirdi, amma artıq istifadə etmirəm. Düzgün həkimi seçərək tapşırıqlarına əməl edib aknelərdən azad olur.